Salam aleykum əziz dostlar. Bu çəkimdə sizə saqqalın incədən qalına necə gedəcəyini göstərməyə çalışacağam. 0.5 ilə başlayıram. Bu arada kanalıma abunə olsanız, bəyənsəniz sevinərəm. Yeni başlayıram YouTube çəkimlərinə. Bəli, əsas yeni başlayanlar üçün çox yorucu nasatkalarla yormayacağım sizi. 1, 2, 3, 4 xeyr. Ancaq daraq və maşınka ilə. Yəni ən asan variantı saqqalın incədən qalına keçməyi. Məsələn, azdan çoxa deyirlər bəzən. Ən asan variantını göstərəcəm. Daraq və maşınka ilə. İncə-incə götürürük. Tələsmədən. İşə baxa-baxa. Yəni, Xürrəm qardaşımız iş görürük burada. Bir dəqiqə sən al. İncə-incə tələsmədən saqqalın bitən yerlərini təmizləyirik. Gördüyümüz iş gözə, nəzərə çarpsın deyə, yəni belə. Burada göstərirəm ki, yəni darağı tam dibə salmaq olmaz ki, effektli olsun deyə. Çənədən nisbətən darağı uzaqlaşdırırıq. Çənədən nisbətən darağı uzaqlaşdırırıq ki, çox da dibə girməyək. Belə. Ən asan variantdır. İşləyə-işləyə necə effektli olduğunu görəcəksiniz. Burada kantı necə vurmağı, saqqalı yanaqdan ayırmağını, darağın arxasıyla da edə bilərsiniz. Yeni başlayanlar üçün ən asan variant. Nisbətən azaldırıq. Mən burada müştərinin istəyinə görə azaldıram. Siz də, yəni sizin üçün necə effektlidirsə, necə bacarırsınızsa, özünüzü sınaya-sınaya başlaya bilərsiniz. Hissə-hissə saqqalı yenə deyirəm, dəri səthindən ayırmaq üçün təmizləyirik. Tam görsənsin, gördüyünüz iş, belə deyim. Onun üçün ayırıram tez-tez. İncədən qalına keçməyin ən asan yolu fikrimcə daraq maşınkadır. Nasatkalarla məsələn işləyə bilmirsinizsə, hələ cəhd eləməmişsinizsə, ona da başlamaq olar. Onu da iləride çəkimlərdə göstərəcəm inşallah. Hissə-hissə çənənin əsas da alt hissəsini darayaraq uzanan artıqları götürərək hamarlaşdıraraq səliqəyə sala bilərsiniz. Məsələn, mən burada çəkimə görə bu cür kant vururam. Əsasən üstdən aşağı vururam kantı. Vaxıl Berettin maşınka çox effektli bir maşınkadır. Üstdən aşağı vururam. Burada çəkimə görə bu cür vururam ki, göstərim üçün daha rahat görsənsin deyə. Mən məsələn müştərinin istəyinə görə bu cür kant qoydum. Siz də yəni istəyə görə də ya özünüzün ideyanıza görə də kant qoya bilərsiniz. Əgər azdan çoxa azaldırsınızsa, bu hissəsindən də saqqalı azaltmaq lazımdır. Bu hissəsindən də tükləri azaltmaq lazımdır ki, saqqal çənə hissəsi daha effektli görsənsin fikrimcə. Elə daha gözəl görsənir. Bəzən saqqalı kəsirsən, bığ azaltmırsan, bığı səliqəyə salmırsan, gördüyün işdə önə çıxmır. Onun üçün də məsləhət görərəm ki, bığ nahiyəsindən də biraz azaldırsınız. Daha doğrusu mən azaldıram. Bu da istəyə görədir. İstəyə görədir təbii ki. Saqqalın artıqlarını, bığın uz hissələrini, çıxanları
yan hissədən çəkirəm deyə tam göstərə bilmirəm. Yanağı təmizləyirsiniz ülgüzlə. Əgər ülgüz yüksədə bilmirsinizsə, çipirovoy maşınkalar var. Az hissə ülgüzün tabanı ilə məsələn işləyə bilərsiniz. Taban hissəsi ilə incə az tələsmədən, heç tələsməyə ehtiyacı yoxdur. Kimə necə rahatdırsa, kim necə əlini vərdiş edibsə, o yöndə ülgüz istifadə edə bilər. Məsələn, əksər hallarda istifadə etmirəm ülgüzdən. Göstərmək üçün istifadə etdim. Və müştərinin yenə istəyinə bağlıdır. Burada istəmir bu boğaz-altı nahiyəsinə ülgüz vurum. Hələ də ona görə bax deyinir. O müştərinin deyinməyi onun üçündür. Məhəmməd qardaşımız hələ də deyinir ki, mən boğazımın altına ülgüz vurma. Bəli, çoxu istəmir. Çünki ülgüz vurarkən dişlər daha da çox qabarır. Bu saç kəsimi olmadığına görə bunu çəkmədim. Kanalıma abunə olmağı unutmayın. Yeni başlamışam YouTube'da videolar çəkməyə. Abunə olsanız, bəyənsəniz, şərh də yazsanız, suallarınızı da versəniz sevinərəm. Çox sağ olun, izlədiyinizə görə minnətdaram.